Bu restoranın adı görənləri heyrətə gətirir. Söhbət Moskvanın mərkəzində yerləşən Eshak Eşşək restoranından gedir. Verilən məlumata görə bu məkan dizaynı və menyusuna görə digərlərindən fərqlənir. Restoranın özəlliyi burada verilən yeməklərlə bağlıdır. Müxtəlif növ yeməklərin sırasında eşşək ətindən hazırlanan kabablara və eləcə də müxtəlif çeşidli təamlara da rast gəlmək mümkündür. Bu, müştərinin seçimi ilədir. Rusiyada Eshak Eşşək restoranının bir neçə filialına rast gəlmək mümkündür. Paytaxtda ən böyük filial Moskva şossesində yerləşir. Bundan əlavə Kazan şəhərində də restoranın filialı mövcuddur. Restoranın dizaynı və interyeri dizayner Andrey Tsigankova məxsusdur. Emblemdə eşşək başından da istifadə olunub. Bu restoranda yemək yeyə biləcək insan rəy bölməsinə yazsın.